yazdım. Stolun üstünə qoyuram yazıb. Allah çox qəşəng. Mən də stolun üstünə sözlər yazıram. Stolun istəyəndə yoxdan sonra başım birdən qaldıranda görəm ki, mən orada hədəflərim var. Yenidən testi qayıtmağa hal tapıram. Bəli, çox qəşəng. Məndə isə nə sonra ki, məsələn, acı poziyərkən belə 7 deyərək valideynimə falan, atama, herkese də izləyirəm bunu ki, 7. o istədim nəsələr deyil. Nənəmə belə də izləyirəm onu. Görürsünüz məni? Mən görürsünüz ümumiyyətlə? Yox, onu Görürsünüz? Bəsindir? Bəli, görürəm. Bu sən görürsünüz? Görünmüş. Oxuyum ən yaxşısı. Oxuyamayasınız belə etdim Allah. Bunun adı bir manifest. Manifest dediyim bu da əslində. Qoy bağlayayım kameranı. Ay, mənim elə şeysin. Çox görüyorsun zaten. Çox sağ ol. Ay Allah, kameranı bağlayası. Ha. Aslında kızlar biraz daha şirin olur. Mesela açgilyen biraz daha bir. Ha, açgillər daha yaxşı olur. Bəli, demesem olmaz. Bəli. Deməli, nə yazmışam bir də oxuyuram. Riyaziyyat müəllimliyi ixtisasına qəbul olmaq. Görsün, ay Allah, ürəklərim. Görsün, necə çox ürək var burada. Hə. Riyaziyyat müəllimliyi ixtisasına qəbul olmaq yazmışam. Sonra yazmışam ki, əla qiymətlər almaq, maşın sürmək. Bu maşın sürməyə keçirəm. Əsəbləşirəm onu görəndə. Gül almaq, əylənmək, yeni insanlar tanımaq, çoxlu markerlər, sınaqlar hazırlamaq, konspektlər hazırlamaq, onlayn və canlı dərs keçmək, şagirdlərin tərəfindən sevilmək. Sizə bunlardan ən çox hansını bacarmışam? Şagirdlərin Şagirdlərin sevilmişəm. Bəli. Ən çoxunu bacarmışam, ən çox ondan fəxr edirəm. Siz də belə hazırlaya Bir bilərsiniz. şey deyiləm. Ürəklərimizi çəkirəm. Nəysə, başqa sualda sözünüz yoxdursa sağollaşaq. Mən sizi çox tutmayım. Gedin istirahətinizi eləyin. Dərsiniz varsa dərsinizi oxuyun. Tamam, mən çox yaxşı motivasiya verdiniz bizə. Mən gedib biraz daha toxuyum. Get sən sınaq göndərəcəm. İkinizə də. Gülsümə də sınaq göndərəcəm sənə də. Yanına Həriyə də sınaq göndərəcəm. Hamıza sınaq göndərəcəm, yaxşı.